Bugün dekabrın 12-sidir və bugün Böyük Azərbaycan oğlu Heydər Əliyevin anım günüdür. Və belə uğurlu gənclərdən biri də bizim Aqil Acalovdur. Təqdim etmək istəyirəm. Azərbaycan-Braziliya Jiu-Jitsu Federasiyasının prezidenti, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov. Bugün bizim, belə deyim, Azərbaycanımızın parlaq gənclərindənsiniz, aktiv gənclərindənsiniz. Və sual vermək istəyirəm ki, sivil dünyanın qüdrətli şəxsiyyəti Heydər Əliyev gəncliyin nəzərində hansı zirvədədir? İlk növbədə mən Azərbaycan xalqının ümumi lideri Ulu Öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirəm. Heydər Əliyev ki, bugün Azərbaycan gəncinin nəzərində bu hər bir Azərbaycançılıq, belə deyək, məfkurəsini yaşadan, o yolla gedən hər bir Azərbaycan gəncinin deyərdim ki, bir örnəkdir, bir idealdır. Və mən özümü çox xoşbəxt bir gənc hesab edirəm ki, məhz Heydər Əliyevin, belə deyək, hakimiyyəti dövründə, yəni onun sağlığında onu görmüş və onun gənclər siyasətinin, idman siyasətinin, belə deyək, apardığı siyasətinin bəhrəsini görmüş bir gəncəm. Heydər Əliyevindən öncəki dövrdə, yəni lap gənc olsam da, amma Azərbaycanda idmanın vəziyyətinə bələd idim. İdman məşqləri keçirmək üçün zallar yox idi, yarışlar keçirmək üçün komplekslər yox idi. Yəni var idi az sayda, amma çox bərbad bir vəziyyətdə idi. Amma Ulu Öndərin hakimiyyətə gələndən sonra, yəni ilk gördüyü işlərdən biri də idmanın inkişafından bağlı idi. Çünki Ulu Öndər hər zaman deyirdi ki, yəni Azərbaycana bu günləri fiziki cəhətdən güclü, sağlam gənclər lazımdır. Və hər zaman deyirdi ki, məsələn, sağlam gəncliklə xoşbəxt gələcəyə doğru. Yəni, bu, hər zaman Heydər Əliyevin dilindən düşməyən bir kəlmə idi. Və idman sahəsində də bir çox islahatlar oldu. Yəni, bir çox, hətta Gənclər İdman Nazirliyi yarandı. Və bunun da nəticəsi olaraq Azərbaycanda idmanın inkişafı çox böyük bir templə başladı. Və Azərbaycanda çoxlu idman kompleksləri, olimpiya kompleksləri istismara verildi. Yəni, idmanın fərqi yoxdur, istəyir olimpiya, istəyir qeyri-olimpiya idman növləri olsun. Yəni, hər bir sahəsində çox güclü bir irəliləyiş var idi. Və təbii ki, bu da nəyə gətirdi, çıxartdı ki, Azərbaycan artıq başladı öz idman sahəsində öz sözünü nəinki regionda, dünyaya əvvəlki dövrlərdə çox tək-tük hallarda olurdu ki, məsələn, Azərbaycan idmançıları belə deyək, böyük bir qələbələr əldə etsin. Amma edirdilər, amma sayları çox az idi. Amma artıq bugünkü gün Ulu Öndərin də davamçısı İlham Əliyevin idman siyasətinin nəticəsindədir ki, bu günlər artıq dünya çempionu olmaq, olimpiya mükafatçısı olmaq, Avropa çempionu olmaq və qeyri-olimpiya idman növləri arasında da dünyanın möhtəbər turnirlərinin qalibi artıq bu Azərbaycan idmançısına adi hala çevrilir. Bu da nədən irəli gəlir? Bizdə yəni idmanın belə deyək də həm maddi texniki bazamız çox yüksək səviyyədədir. Və ondan da əlavə nəinki idman yarışlarında belə deyək əldə olunan nəticələr, eyni zamanda da Azərbaycan bu günlərdə xüsusi inkişaf etmiş ölkələri Azərbaycanın bu, belə deyək də, idman strategiyasından və bu tədbirlərin, idman yarışlarından təşkilindən, yəni özlərinə bir örnək götürürlər. Həsədlə baxırlar. Nümunədir. Yəni, bu kəlamlar bilirsiniz, bizə nəyə görə deyilib? Müasir Azərbaycanın banisi Heydər Əliyev öz bizə buraxdığı o milli mənəvi dəyərlərə sahib çıxmağı səsləyirdi hər zaman. Və bu günləri də şükürlər olsun ki, biz onun bizə belə deyək, miras buraxdığı Azərbaycana biz bu günləri başda cənab prezident İlham Əliyev olmaqla çox yüksək səviyyədə sahib çıxırıq və inkişaf elətdiririk. Və düşünürəm ki, Heydər Əliyev fəlsəfəsinə, Heydər Əliyev siyasətinə və Heydər Əliyevin Azərbaycana, yəni bugünkü Azərbaycan gəncinə buraxdığı mirasa sahib çıxmaq hər bir Azərbaycanlının borcudur. Bəli.